Bu benim en birinci qat atdığım arıdır. Bu arıya da mərtəbələr aşağıdan vermişdim. Mart ayında mı qat atmışdım ben. İkinci sefer baxanda anar düşüb aşağı artıq bir çərçivə yumurta atmışdı. İndi bayaq benim arını gördüm. Heç yeməyirlənməyin. Artıq bundan da gözümü qorxdum. Buna da baxın. Həm aşağı həm yuxarı. Görün. Vəziyyət necədir? Bu arada falan ben 2 dəfə kapalı çərçivə götürmüşdüm. Yumurtalı. Aşağıda artıq yumurta var. Erkək yumurtalarını burada görürüm. İnşallah neçə olmaz burada. Götürün. Burada çiçək uzayır. Hələ ki burada yumurta yox. Sonra koyduğum çərçivələr nələr qabaq yumurta. Burada yumurta var. Ve burada yumurta var. Çok güzel yumurta atıp. Yukarıda atıp. Bu erkek gözlerini dağıdıp. Genel olup olmasına bakmak olar. Biz qışda mən oksalt asit damlatma eləmişəm. Onu yenə də artıq cənablar inkişaf edilir. Havalar 25 dərəcənin üzerine çıxdı. İnşallah formik asit tətbiq edəcəm. Düz eləməmişəm, birinci dəfə olacaq. Amma hələ ki gözümə qanatsız və yaxud da varovadan zədələnmiş arı dəymir. Hələ ki. Amma elə bir parazit var ki, birdən-birə arıları çökürdür. Baxırsan, hər şey qaydasında normal. Sayı birdən-birə o qədər artır ki. Gözəl. Amma düşüb aşağı yumurta atı olmaq çox təəssüf ki. Nədənsə buranı erkək arı gözü ilə kompətəyə vermişdim. Çox maraqlı həqiqətən. Deməli, bir tərəfi işçi gözü hörüblər arılar. Kompətəyin. Bir tərəfini erkək arı gözü hörüblər. Niyə belədir mən bilmirəm artıq. Birinci dəfədir belə şey görürüm. Bir tərəf erkək gözü, bir tərəf işçi gözü. Ya şanda problem var, ya arılar özləri belə eləyib. Yoxsa başısı bilmirəm. Burada da neçə yumurtaları qoyub arılar. Amma içi boşdur. İçində heç nə yoxdur hələ ki. Amma ehtimal ki, içinə yumurta qoya bilərlər. Arılar gəlin mən böyləydim vaxtında. Hələ ki müəyyən yollar yoxdur, amma inanmıram ki, bu yollar içindən saxlasın. Arılar bu vaxtda bu cür inkişaf eləməsin. Yəqin ki, mənfi tərəfi də budur. Tez inkişaf elətdirirsən ki, arı güclü olsun, yaxşı bal toplasın. Arı sən düşündüyün nəşsin düşmür. Beçə getmək istəyir. Burada da yumurtadır. Arının inkişaf qəşək. Burada yumurta atı var. Bilmem, belki 3. mərtəbə atdım bunu. Belki pişirimdən başımda. Burada tamamıyla yumurtadır. Hatta burada da anar düşüyor koyulmuş. Ama burada yumurta yok. Yok, burada yumurta yok. Arı ne istiyor, ne düşünüyor? Başkası bilmem. Arabanın indiğini kabardır. Her şey gözleyecek. Her şey gözleyecek görək arının isteği nədir? Bircə yetmək istəyir, yoxsa inkişaf eləmək istəyir. Yuxarı mərtəbəyə baxın. Aşağıda bir ona görə yuxarıda necədir vəziyyət?
Yukarıda yine var. Burada da ama heves memesi koyuyorlar ama içinde yumurta yoktu. Bu adamın da bol ihtiyatı çok azdır. Yem ihtiyatı zayıftır, oldukça zayıftır. Demek olarak kemer bol qətiyyən yoktur. Hatta divar çerçevesine bakın. Evet, divar çerçevesinde biraz var. Açık nektar var. Burada bir kadar kemer bal var. Burada da ağır suyu koyublar. Halbuki burada yumurta olmuş. Bana burada. Beni bu arılarla işleməkdə en çok yoran şey fikirləşməkdir. Fikirləşmək ki, bunu necə eləyək? Bu halda ne edeyim? Yani bu cür fiziki iş, arını açmaq, baxmaq, yoxlamaq düzdür. Yay vaxtı ağır olur, çətin olur. İsti olur, günün altında olursan, tərciysən. Amma en çok adamı yoran şey fikirləşməkdir. Mən bu arını bölüb, zəiflədim, qata qaldırım, anasını tapım. Arıyla ne edeyim? Bizim gözüm sası. Hər gün arının yanında olsam, beçə meylənməsi bir o qədərdir, məni qorxutmaz. Yəni beçə verəcək, tutacağım və yaxud da böləcəm. 5 gündə, 6 gündə, həftə bir dəfə gəlib arıya baxa bildiyim bu görə. Burada yox beçə. Meyildirik. Hələ ki bu arıya dəyməyək, toxunmayaq, görək. Arı nə nəticə göstərir. İnşallah beçə meyilindən vaz keçər. Yani bu üçün arı, bak vasitəsi olan arı. Yani mən bildiyim bak vasitə. Yani bu cür artımıyla, tezin kəf eləməsiylə, yumurta tutmasıyla, bal toplamasıyla zənn edirəm ki, bak vasitə. Bak vasitə almışam bu arıda. Yani bu arı beçə verirsə, o bir arılardan mən də gözləyim. Arada belə.